Herkese salam. Gördüğünüz bu bağlama Amerikadan gelmiştir. iHerb markasından. İçerisinde herkesin sevdiği, istifade ettiği, beğendiği kare istehsalı məhsullar var. Mənim fikrimcə kare istehsalı məhsullardan narazı qalan hələ ki ola bilməz. Çünki məhsullar o qədər keyfiyyətlidir ki, həqiqətən üzərində yazılan və vəd etdiyi effekti göstərir. Bir-birindən maraqlı məhsullarımız var burada. İlk öncə sizə göstərmək istədiyim Secret K-dən Snow White ağardıcı kremdir. Bu ağardıcı krem ümumiyyətlə ağardıcı kremlər içərisində nömrə 1 sayılır. Çünki həqiqətən vəd etdiyini effekti verir. Gördüyünüz məhsul belə bir yumru qabdadır. Effekti möhtəşəmdir. Üzünüzə və bədənə istifadə edə bilərsiniz. Yəni gün ərzində istifadə edə bilərsiniz, lakin ağardıcı kremlər istifadə etdiyiniz zaman mütləqdir ki, SPF də istifadə edəsiniz eyni dərəcədə və belə bir qaşığı da var. Ona görə də istifadə etdiyiniz zaman tam gigiyenik şəkildə olacaq. Gözəl, super bir ağardıcı kremdir. Göstərmək istədiyim ikinci məhsul isə Koreyanın ən sevilən brendlərindən olan Yelisaveka'dan olan bir maskadır. Köpüklənən bubble maska. Bubble maska ümumiyyətlə Koreya məhsullarının ən birinci sevilənlərindən sayılır. Üzünüzə çəkirsiniz, üzünüzdə köpüklənməyə başlayır. Həm əyləncəli bir maskadır, həm də ki qara nöqtələri, dərini super şəkildə təmizləyir. Hər kəsə məsləhət görürəm bu maskadan. Digər göstərmək istədiyim məhsul gözaltı patchidir. Göz altınızda qaralıq varsa, qırış varsa, şişkinlik varsa mütləqdir ki, siz patchilərdən istifadə edəsiniz. Patchilər ümumiyyətlə qabın içərisində 60 ədədli olur və gözün altına qoyursunuz, 15 dəqiqə saxlayırsınız və götürürsünüz. Çox qəşəng nəmləndirir, qırışları açır və qarallığı götürür. Gördüyünüz bu patchi qızıl tərkiblidir. Lakin bir çox növlərdə patchilər görə bilərsiniz. İçərisində qaşığı da var, gigiyenik şəkildə istifadə edə bilərsiniz. Ümumiyyətlə, gözaltı probleminiz nədirsə ona uyğun patchi vardır. Sonra göstərmək istədiyim sizə məhsul gözaltı ilə əlaqəlidir. Gözaltı nəmləndirici bir kremdir. Bu isə Farmstay markasındandır. Super şəkildə gözaltını nəmləndirir. Çünki içərisində kollagen var. Kollagen bilirsiniz ki, ümumiyyətlə dərini doldurur və qırışları açır. Krem həqiqətən həcmi böyükdür. Mən belə bilmirdim. Uzun müddət istifadə edə bilərsiniz və dəmir başlığı da var. Qapağı çıxartdıqdan sonra dəmir başlıq var orada. Yəni siz gözünüzün altına bu kremi çəkərkən dəmir başlıq ilə yayırsınız və daha çox effekt görəcəksiniz bu kremdən. Super bir məhsulda hər kəsə məsləhət görürəm. Sonraki məhsulumuz isə uyğun qiymətli, çox sevilən vitamin E tərkibli bir nəmləndiricidir. Tərkibi çox zəngindir, qiymət uyğun olsa da möhtəşəm şəkildə nəmləndirir. Üz və bədənə istifadə edə bilərsiniz. Sonra isə baxın belə bir məhsulumuz var. Bu isə Amerikanın sevilən brendi olan SDV'dən bir nəmləndiricidir. Tərkibində kollagen və elastin var. Üz və bədən üçün istifadə edə bilərsiniz. Sonraki məhsul isə mənim sevimlim, çox gözəl bir məhsuldur bu. Gidrofil yağdır. Ən sevilən, qiyməti də yüksək olan Yelisaveka'nın gidrofil yağını hər kəsə çox məsləhət görürəm. Çünki 90% tərkibi zeytun yağından ibarətdir. Gəlin görək içərisindəki məhsul necədir. Ümumiyyətlə Yelisaveka çox sevilən bir brenddir. Məhsulları həqiqətən effekt göstərir. Ümumiyyətlə sizə onu deyim ki, gidrofil yağı nədir? Silarka ilə üzü qızaran, üzünə həssas olan insanlar gidrofil yağdan istifadə edə bilər. Ümumiyyətlə gidrofil yağı hər kəs istifadə etməlidir. Dozatörü da var. Üzünüzü bununla təmizləyirsiniz. Həqiqətən üzdən makyajı, çirki çox qəşəng götürür və SPF istifadə edən xanımlara məsləhətim odur ki, gidrofil yağ və gidrofil balm istifadə etməsəz, SPF üzünüzü səpdirəcək, belə deyim sizlərə. Sonra isə bəyənilən, sevilən məhsullardan biri yenə də SDV'dən olan kokonat və kofe tərkibli skrabdır. Lakin deyim ki, çox dərin təmizləmədir. Burada 3 etaplı təmizləmədə, dərin təmizləmədir bu növdə. Çox qəşəng üzünüzü təmizləyəcək, nəmləndirəcək, möhtəşəm bir məhsuldur, dəyərli. Həftədə 2 dəfə istifadəsi uyğundur. Və ən sevilənlərdən biri baking powder. İstifadə edən hər kəs çox razıdır. Çox qəşəng üz yuma gelidir. Çünki bu üz yuma gelini istifadə edəndə bir damcısı belə bəs edir ki, çox qəşəng üzü köpükləndirir və ekonomik məhsuldur.
Sizlərə belə bir qaş qələmi göstərmək istəyirəm. Elf markasından super şəkildə qaşlarınızı doldurur və digər tərəfi ilə isə qaşlarınızı qəşəng darayırsınız və gün ərzində əla şəkildə qalacaq və uyğun qiymətlidir. Digər məhsulumuz da elə Elf brendindəndir. Ən sevilənlər kompakt şəkildə göz tenləridir. 2 zərli və 2 mat rəngi var. Məncə gözlərinizi qəşəng yayda makyaj etmək istəyirsinizsə ala bilərsiniz. Bu super bir məhsuldan sizə danışmaq istəyirəm. Kore istehsalı Sanbaymi'dən olan 30 günlük ağardıcı bir setdir. İçərisində gördüyünüz kimi toner, serum, krem və gecə maskası var. Gəlin içərisinə baxaq. Gördüyünüz kimi bu bir aylıq bir etapdır. Üzünüzü üz yuma geli ilə yuyursunuz, toner, serum istifadə edirsiniz və gecə maskası. Çox qəşəngdir bu set. Ümumiyyətlə üzünüzü ağartmaq istəyirsinizsə bir aylıq bu set sizin üçün əla olacaq. Məhsulları bəyənsiniz, böyük boylarını da sifariş edəcəksiniz. Ümumiyyətlə sevilən bir setdir. Sonra sizə göstərmək istədiyim məhsul belə tək bir ədəd Amerika istehsalı Neutrogenadan olan üz üçün kağız maskadır. Hər növ dəri üçün olan kağız maskalar mövcuddur. 15 dəqiqə üzdə saxlayırsınız və super effekt əldə edəcəksiniz. Gördüyünüz vitamin Gold C-dir. Çox yaxşıdır. Ümumiyyətlə C vitamininiz çatışmırsa, dərinizin daha parlaq, gözəl olmağını istəyirsinizsə, alıb istifadə edə bilərsiniz. Amerika istehsalıdır gördüyünüz kimi. Sonuncu və ən bomba məhsulumuz isə belə bir biotindir. Biotini içdiyiniz zaman həm saçlarınız tez uzanır, həm dırnaqlarınız bərkiyir və uzanır, həm də ki dəriniz super şəkildə gözəlləşir. Biotini hər kəsə məsləhət görürəm. Ümumiyyətlə saçınız tökülürsə istifadə edə bilərsiniz bu məhsuldan. Çox razı qalacaqsınız. Məncə bu super məhsulları əldə etməyə tələsin.